Hədisi oxuyum Əli əleyhissalamdan. Nov adında bir sahabə nəql edir. Bir əlini gördüm, tələsə-tələsə arasa gedir. Deyir, düşdüm dalıcan, dedi, ağacan, hara gedirsiniz? Dedi ki, məni azad burax Nov, məni məşğul eləmə, azad burax. Deyir, mənim arzularım, mənim böyük-böyük arzularım mənim məhbubuma, sevgilimə tərəf yönəldi. Ona tərəf tələsirəm. Deyir, dedim ki, ağacan, arzularınız nədən ibarətdir? Həzrət Əlinin lap mənəvi halının onsuz da yüksəkdir, zirvəsində. Deyir, görün, tələsik gedir, qabaqdakiləri çəkir, harasa gedir. Dedim, bəs hansı arzudur ki, sizi məhbubunuza yönəldir? Cavab verdi ki, bəndəliyin ədəbi budur ki, Allahla bölüşdüyün ürək sözləri başqalarına gəlib danışmayasan. Həzrət Əlinin arzusundan danışasan, kim başa düşər? Deyir ki, mən sizi ki, belə görürəm, özümə baxıram, özüm üçün çox qorxuram, ya Əmirəl-Möminin. Cavaba bax, deyir, bəs sən özün üçün qorxursan, niyə getmirsən o kəsin qapısına ki, qorxanların və ariflərin pənahıdır?